Değerli hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri. Ödənişli elan vasitəsilə sizlərə bu günləri Mercedes Sprinter yük maşını çəkib göstərəcəm. Məlumatları da özüm qeyd edəcəm. Deməli, yük maşınıdır. Birinci növbədə qeyd edeyim ki, maşınımız bez kraskadır. Yəni rəng dəyən yeri yoxdur. Kabinkaya yəni rəng dəyilməyib. Maşınımız yük üçün nəzərdə tutulub. İli 2006-dır. 2.2 qoşa turbo motordur və maşında heç bir problem yoxdur. Maşın sahibi start qiymət olaraq maşını 28.500 manata satışa çıxardıb bizim səhifə vasitəsilə. Təbii ki, real alıcı endirmə və əsas bir nüansı qeyd edeyim ki, maşınımızın barterdə mümkündür. Yəni 13.000 manat dəyərində Gazel markalı avtomobillə, amma yəni maşının üstündə pul almaq şərti ilə barter mümkündür. İndi çəkək, göstərək. Maşınımız görürsüz, təkərlərin 4'ü də yenidir, problemsizdir və salon gördüyünüz kimi ideal vəziyyətdədir. Keçək digər tərəfdən. Nömrə üstündə qalacaq. Və keçək bura. Gördüyünüz kimi hər iki ön şüşə podyomlikdir. Yan güzgülərin idarə olunması var. Qapıların kilitlənməsi mövcuddur. Böyük LED monitor. Və gördüyünüz kimi motor, korobka, xodovoy sistemi əla. Kuzada çürükdən, pasdan söz gedə bilməz. Belə. Buradan da belə çəkim göstərim. Yəni hal-hazırda maşın sahibi maşını yük üçün istifadə eləyir. Belə də qeyd edeyim ki, ağır yükə maşın istifadə olunmuyor. Baxaq. 2.2 belə deyək, turbo, qoşa turbo motor. Motorda problemsizdir motor. Problem falan yoxdur. Belə, yenə də qeyd edirəm. İli 2006-dır. Motor 2.2 qoşa turbodur, mexanikadır. Motor, korobka, xodovoy sistemi əla vəziyyətdədir. Ramada çatı, çürüyü falan yoxdur. Çəkib göstərə bilərəm. Start qiymət 28.500 manat. Real alıcıya təbii ki, endirim olunacaq. Barterdə mümkündür. 13.000 manat dəyərində Gazel markalı avtomobillə barter var. Və həmən Gazelin üstündə pul almaq şərti ilə. Maşın sahibinin nömrəsi 077 597 0023. Maşın sahibinin adı Kamaldır. Maşına Göyçayda baxmaq mümkündür. Nə söhbətiniz, nə belə maraqlandıran sualınız olsa 077 597 0023 nömrəsinə zəng vuraraq bu maşın haqqında daha ətraflı və geniş məlumat ala bilərsiniz.